Uşaqlarda kəskin öskürək və bronxit ürək fəaliyyətini poza bilərmi? Təəssüf ki, bəli. Necə poza bilər? Biz çox rastlaşırıq. Yəni öksürük, pnevmoniya, dediyimiz sətəlcəm xəstəliyi və digər ağırlaşmış akciğer xəstəlikləri ürəyinə özünə fəsad törədə bilər. Zaten ürək akciğer bərabərdir. Yəni bir-birinə qonşu orqanlardır. Oradakı ciddi proses ürəyə mənfi təsir edə bilər. Ürəkdəki mənfi ciddi proses akciğerə təsir edə bilər. Ona görə akciğerdə sətəlcəm varsa birəysel olaraq pnevmoniya dediyimiz sağ ürək boşluğunun təzyiqini qaldıra bilər. Orada işləmə qabiliyyətini poza bilər. Ancaq yenə də hər hansı bir proses varsa mütləq surətdə bir uşaq kardioloqa pnevmoniya belə olsa, bronxit də olsa, nə olur olsun, o pasiyent sağaldıqdan sonra və ya müalicə zamanı bir uşaq kardioloqa müraciət etməniz tövsiyə olunur. Bu tür videoları davamlı izləmək istəyirsə dəyərli izləyicilər, səhifəmizə abunə olun, şərh bölmənizə məntiqli sualları verin ki, biz sizə gərəkən vaxtında düzgün cavablandıraq. Hörmətlə Nurimanov.